Salam dəyərli izləyicilər. 6-12 aprel həftəsi göy üzündə olduqca dinamik hadisələrlə başlayır. Hər bir bürcün həftəlik taleyini, ailə, iş və sağlamlıq proqnozlarını sizin üçün hazırladım. Daha çox insanın bu məlumatlardan faydalanması üçün videonu bəyənin və hələ də abunə deyilsinizsə kanala abunə olaraq ailəmizə qoşulun. Qoç. Ailə daxilində səmimiyyət və dürüstlük bu həftənin əsas mövzusudur. Sevdiklərinizlə keçmişdə qalan bəzi məsələləri sülh yolu ilə həll edəcəksiniz. Münasibətlərdə ehtiras və həyəcan artır. Partnerinizlə yeni planlar qura bilərsiniz. Subay qoçlar üçün gözlənilməz bir mesaj həftənin rəngini dəyişəcək. Karyeranızda liderlik keyfiyyətləriniz ön plana çıxır və rəhbərliyin diqqətini çəkirsiniz. Yarımçıq qalan layihələri tamamlamaq üçün enerjiniz çox yüksək olacaq. Maddi mövzularda ehtiyatlı olmalı. Riskli investisiyalardan qaçmalısınız. Həftə sonuna doğru kiçik bir gəlir artımı büdcənizə nəfəs verəcək. Təhsildə diqqətinizi cəmləmək asanlaşır. İmtahanlara hazırlaşanlar üçün uğurlu həftədir. Yeni məlumatları qavramaq bacarığınız hər kəsi təəccübləndirəcək. Baş ağrılarına qarşı diqqətli olun və yuxu rejiminə riayət edin. Bol su içmək və təmiz havada gəzmək enerjinizi bərpa edəcək. Öz gücünüzə inanın və ilk addımı atmaqdan çəkinməyin. Buğa. Ailədə hüzur və sabitlik axtarışınız nəticə verir. Evdə xoş ab-hava hökm sürəcək. Yaxınlarınıza ayırdığınız vaxt mənəvi gücünüzü artıracaq. Sevgidə güvən məsələləri ön plana çıxır. Tərəfdaşınızla səmimi söhbətlər edəcəksiniz. Subay buğalar üçün keçmişdən gələn bir tanışlıq yenidən gündəmə gələ bilər. İş yerində səbriniz və əməyiniz rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Maddi qazanc gətirəcək yeni bir iş təklifi ala bilərsiniz. Maliyyə vəziyyətiniz stabilləşir. Böyük alış-verişlər üçün uyğun zamandır. Borclarınızı qaytarmaq və ya yığım etmək üçün imkanlar yaranacaq. Təhsildə praktik yanaşmalar sizə uğur gətirəcək. Öyrəndiklərinizi tətbiq etməyə çalışın. Yaradıcı sahələrdə olanlar üçün ilham dolu bir həftədir. Sağlamlığa qaldıqda isə boğaz və boyun nahiyəsinə diqqət yetirin. Soyuq içkilərdən uzaq durun. Massaj və ya yüngül idman bədəninizdəki gərginliyi aparacaq. Təbiətlə vaxt keçirmək ruhunuza ən yaxşı dərman olacaq. Əkizlər. Qohumlar və yaxın çevrə ilə ünsiyyət sıxlaşır. Maraqlı xəbərlər ala bilərsiniz. Ailə daxili kiçik anlaşılmazlıqları zarafatla həll edəcəksiniz. Münasibətlərdə intellektual uyğunluq axtarışınız partnerinizlə aranızda dərin söhbətlərə yol açacaq. Yeni tanışlıqlar üçün sosial mühitlərdə aktiv olmağınız tövsiyə edilir. Eyni anda bir neçə işi idarə etmək bacarığınız sayəsində həftəni uğurla bitirəcəksiniz. Təqdimatlar və işgüzar görüşlər üçün çox məhsuldar dövrdür. Maddi vəziyyətinizdə hərəkətli olsa da, xərclərə nəzarət etmək vacibdir. Gözlənilməz kiçik xərclər çıxa bilər. Ehtiyatlı olun. Yeni dil öyrənmək və ya kursa başlamaq üçün əla vaxtdır. Zehni fəaliyyətiniz pik nöqtədə olduğu üçün çətin mövzuları asanlıqla anlayacaqsınız. Sinir sisteminizi dincəltmək üçün meditasiya və ya oxumağa vaxt ayırın. Əllərinizdə və çiyinlərinizdə yüngül ağrılar ola bilər. Özünüzü yormayın. Fikirlərinizi bir yerə cəmləyin və dağınıqlıqdan qaçın. Xərçəng. Evinizdə hüzur və təhlükəsizlik hissi hər şeydən vacib olacaq. Ailə üzvlərinizlə birlikdə axşam yeməkləri mənəvi bağlarınızı gücləndirəcək. Hissləriniz çox dərinləşir. Partnerinizdən emosional dəstək gözləyəcəksiniz. Subay xərçənglər üçün ciddi bir münasibətin təməlləri atıla bilər. İş həyatında daha çox məsuliyyət boynunuza götürə bilərsiniz. Amma bu sizi qorxutmasın. Kollektivdəki emosional bağlar iş məhsuldarlığınızı artıracaq.
pul yığmaq və gələcəyə sığortalamaq istəyiniz güclənir. Ailə büdcəsinə qatqı təmin edəcək yeni imkanlar qarşınıza çıxa bilər. Təhsildə intuisiyanızın köməyi ilə çətinlikləri asanlıqla aşacaqsınız. Tarix və ya incəsənət sahəsində təhsil alanlar üçün uğurlu həftədir. Sağlamlığa gəldikdə isə həzm sisteminizə xüsusi diqqət yetirməlisiniz. Ağır yeməklərdən qaçmalısınız. Su prosedurları və ya üzmək sizə çox müsbət təsir edəcək. Daxili səsinizə qulaq asın. O sizi heç vaxt yanıltmaz. Dostlar, ilk 4 burcun proqnozlarını dinlədik. 6-12 aprel həftəsi yeni başlanğıclar enerjisini daşıyır. Bəs siz bu həftə həyatınızda hansı köhnə vərdişi tərk etmək istəyirsiniz? Şərhlərdə yazın və bir də sizdən bir xahişim olacaq. Kanalda, məlumatlarda sizin daha əlavə əldə etmək istədiyiniz məlumatlar varsa, şərhlərdə bunu mənə bildirin. Növbəti videolarda nəzərə alacağam. Şir, ailədə diqqət mərkəzində olacaqsınız. Sevdikləriniz sizin fikirlərinizə önəm verəcək. Qürurunuzu bir kənara qoyub, yaxınlarınızla barışmaq üçün gözəl həftədir. Sevgi həyatınızda parlayacağınız və diqqət cəlb edəcəyiniz bir dövrdür. Münasibəti olanlar üçün qarşılıqlı heyranlıq hissi artacaq. İş yerində liderlik keyfiyyətləriniz sayəsində böyük bir uğur qazana bilərsiniz. Yaradıcı ideyalarınız rəhbərlik tərəfindən rəğbətlə qarşılanacaq. Maddi vəziyyətinizdə müsbət bir irəliləyiş gözlənilir. Lüks xərclərə meyliniz artsa da, büdcəniz bunu qarşılayacaq. Təhsildə özünüzü nümayiş etdirmək və təqdimat etmək üçün uyğun zamandır. İmtahanlarda özünüzə inamınız ən böyük silahınız olacaq. Sağlamlığa gəldikdə isə ürək damar sisteminə diqqət edin və çox ağır fiziki yükdən qaçın. Günəş işığından faydalanmaq ruh halınızı yüksəldəcək. Cəsarətli olun, amma hər kəsə hörmətlə yanaşmağı unutmayın. Qız, ailə daxilində nizam-intizam yaratmaq sizi daha rahat hiss etdirəcək. Sevdiklərinizin kiçik problemlərini həll etməkdə yardımcı olacaqsınız. Münasibətlərdə səmimiyyət və detallara verdiyiniz önəm partnerinizi xoşbəxt edəcək. Subay qızlar üçün iş mühitində maraqlı bir tanışlıq ola bilər. İş həyatında məhsuldarlığınız artır, analiz tələb edən işləri sürətlə bitirəcəksiniz. Detallara verdiyiniz önəm sizi hər kəsdən bir addım öndə tutacaq. Maddi məsələlərdə çox hesablı davranacaqsınız və yığım edə biləcəksiniz. Gərəksiz xərcləri kəsmək üçün planlar quracaqsınız. Təhsildə intizamlı çalışmağınız nəticəsində çətin bir imtahandan uğurla keçəcəksiniz. Araşdırma aparmaq üçün çox uyğun bir həftədir. Sağlamlığa qaldıqda isə həzm sisteminizə diqqət edin. Təbii qidalara üstünlük verin. Gündəlik gəzintilər bədən tonsunuzu qorumağa kömək edəcək. Hər şeyin mükəmməl olmasını gözləməyin. Anın dadını çıxarın. Tərəzi, ailədə harmoniya və ədalət axtarışınız yaxınlarınız tərəfindən dəstəklənəcək. Evinizdə estetik dəyişikliklər etmək istəyiniz reallaşa bilər. Romantik münasibətlərdə tarazlıq yaranır. Partnerinizlə bir-birinizə daha yaxşı anlayış göstərəcəksiniz. Sosial tədbirlərdə iştirak etmək yeni eş qapılarını aça bilər. İş mühitində diplomatiya sayəsində yaranmış gərginlikləri sülhlə həll edəcəksiniz. Ortaq layihələrdə iştirak etmək sizə yeni qapılar açacaq. Maddi vəziyyətiniz stabildir, lakin gözəllik üçün xərcləriniz arta bilər. Gəlirlərinizi və xərclərinizi balansda saxlamağa çalışın. Təhsildə qrup işləri və müzakirələr sizə çox şey öyrədəcək. İncəsənət və ya hüquq sayəsində təhsil alanlar üçün uğurlu dövrdür. Sağlamlığa gəldikdə isə böyrəklər və bel nahiyəsinə diqqət yetirin. Bol su içməyi unutmayın. Musiqi dinləmək daxili balansınızı qorumağa kömək edər. Qərar verərkən hər iki tərəfi
dinləməyi unutmayın. Əqrəb. Ailə daxilində dərin hisslər və sadiqlik ön plana çıxır. Sevdiklərinizlə sirlərinizi paylaşmaq bağlarınızı daha da möhkəmləndirəcək. Sevgi həyatınızda ehtiraslı bir həftədir. Partnerinizlə aranızda cazibə güclənəcək. Subay əqrəbləri üçün sirli və cəlbedici biri ilə tanışlıq ola bilər. İşdə çox qərarlı olacaqsınız və hədəflərinizə doğru sürətlə irəliləyəcəksiniz. Gizli qalan mövzuları aşkar etmək bacarığınız işinizdə sizə kömək edəcək. Maddi məsələlərdə böyük dönüşlər ola bilər. Gözlənilməz bir qazanc gələ bilər. Borclarınızı bağlamaq üçün əla imkanlar yaranacaq. Təhsildə araşdırma aparmaq və kəşf etmək ehtirasınız artacaq. Psixologiya və ya tibb sahəsində olanlar üçün məhsuldar həftədir. Enerjinizi idarə etmək üçün fiziki idmanla məşğul olmağınız tövsiyə edilir. Detoks proqramları bədəninizi yeniləmək üçün faydalı ola bilər. Dəyişimdən qorxmayın. O sizi daha da gücləndirəcək. Oxatan. Ailədə azadlıq və şən ab-hava hökm sürəcək. Qohumlarla görüşlər ola bilər. Yeni bir ailə səyahəti planlaşdırmaq üçün gözəl vaxtdır. Sevgi həyatınızda macəra və yeni kəşflər həftəsidir. Subay oxatanlar üçün fərqli mədəniyyətlərdən olan biri ilə tanışlıq mümkündür. İşdə vizyonunuz genişlənir. Böyük layihələrə cəsarətlə girişəcəksiniz. Xarici əlaqələr və yeni təlimlər karyeranıza müsbət təsir edəcək. Maddi mövzularda şanslı bir həftədir. Gözlənilməz qazanclar ola bilər. Xərcləriniz daha çox səyahət və təhsilə yönələcək. Yeni biliklər öyrənmək və dünya görüşünüzü genişləndirmək üçün ideal dövrdür. Xarici dillər üzrə imtahan verənlər üçün uğurlu həftədir. Qaraciyər və bud nahiyələrinə diqqət yetirin. Yağlı qidalardan uzaq durun. Təmiz havada daha çox vaxt keçirmək ruh halınızı yüksəldəcək. Ümidinizi heç vaxt itirməyin. Gələcək parlaqdır. Oğlaq. Ailə daxilində məsuliyyətlər artır. Lakin siz hər şeyin öhdəsindən gələcəksiniz. Ailə böyüklərinin məsləhətlərinə qulaq asmaq sizə fayda verəcək. Münasibətlərdə güvən və uzun müddətli hədəflər ön plana keçir. Subay oğlaqlar üçün ciddi təməlli yeni bir tanışlıq ola bilər. Karyeranızda zirvəyə doğru əmin addımlarla irəliləyəcəksiniz. Məhsuldar həftədir. İntizamınız və əməksevərliyiniz rəhbərlik tərəfindən təqdir olunacaq. Maliyyə vəziyyətinizdə sistemli bir artım müşahidə olunacaq. Daşınmaz əmlak və ya torpaq işləri ilə bağlı uğurlu xəbərlər ala bilərsiniz. Təhsildə göstərdiyiniz səbr və əmək bəhrəsini verməyə başlayacaq. Çətin fənləri öyrənmək üçün iradəniz çox güclü olacaq. Sümük və diş sağlamlığına diqqət yetirməyiniz tövsiyə olunur. Kalsium tərkibli qidalar qəbul etmək enerjinizi bərpa edəcək. Tələsməyin. Hər şey öz vaxtında daha gözəl olacaq. Dolça. Ailədə yenilikçi ideyalarınız hər kəs tərəfindən maraqla qarşılanacaq. Dostlarınızla ailə üzvləriniz arasında xoş bir balans qura biləcəksiniz. Münasibətlərdə sərbəstlik və dostluq hissi ön plana keçir. Subay dolçaları üçün sosial qruplarda maraqlı bir görüş ola bilər. İşdə orijinal ideyalarınızla seçiləcəksiniz və yaradıcı həllər tapacaqsınız. Texnologiya ilə bağlı layihələrdə böyük uğurlar qazana bilərsiniz. Maddi mövzularda yenilikçi yollarla gəlir əldə etmək şansınız var. Onlayn işlərdən gələn kiçik qazanclar sizi sevindirəcək. Müasir metodlarla öyrənmək sizə uğur gətirəcək. Texnologiyadan faydalanın. Sosial elmlər üzrə təhsil alanlar üçün kəşf dolu bir həftədir. Qan dövranınıza diqqət edin. Oturaq həyat tərzindən qaçın. Sinir sisteminizi dincəltmək üçün elektron cihazlardan uzaq durun. Özünüz olmağa davam edin. Fərqliyiniz sizin gücünüzdür. Balıqlar. Ailə daxilində emosional və ruhsal bağların gücləndiyi bir həftədir. Sevdiklərinizə qarşı fədakar davranacaqsınız və onlara dəstək olacaqsınız. Romantika və xəyalların gerçəkləşdiyi sehirli bir dövr keçirirsiniz.
Partnerinizlə aranızda ruhsal bir yaxınlıq yaranacaq. Yaradıcılığınızın zirvəsindəsiz. İncəsənət sahəsində olanlar üçün uğurlu həftədir. İntuisiyanız iş yerindəki problemləri həll etməkdə sizə kömək edəcək. Maddi mövzularda bolluq enerjisi sizinlədir. Gözlənilməz yardımlar ala bilərsiniz. Yaradıcı işlərinizdən gəlir əldə etmək şansınız var. İlhama əsaslanan fənlərdə uğurlarınız artacaq. Təxəyyülünüz çox güclüdür. İmtahanlara hazırlaşarkən sakit mühit seçməyiniz vacibdir. Ayaqlarınızın sağlamlığına diqqət yetirin və bol istirahət edin. Su prosedurları və dəniz kənarında gəzinti ruhunuza yaxşı təsir edəcək. Xəyallarınızın ardınca gedin, amma reallığı da unutmayın. Bəli, 6-12 aprel həftəsi proqnozu belə idi. Ümid edirəm ki, ulduzlar bu həftə sizin üzünüzə gülər. Videonun sizə faydalı olduğunu düşünürsünüzsə bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Gələn həftənin proqnozlarında görüşənədək hələlik.